yaşanılan dövrün şərtlərinə uyğun dəyişə bilən faktorlardır da və o geosiyasi reallıqlar nədirsə, dövlətlər də, xalqlar da, millətlər də məcburdur ona uyğunlaşmağa. Yəni ən böyük dövlətlər də bunu eləyir. Çin də, Rusiya da, Amerika da. Amma digər məsələlər ki var, din, dil, irq, tarix, milli kimlik, bax, sosial-mənəvi sahələr, sosial-mənəvi mədəni sahələr. Bunlar milli yaddaşın təzahürüdür. Və milli yaddaşın təzahürünü biz çalışmalıyıq ki, heç bir zaman hansısa erməni ilə səmiyyətə qurban verməyək. Çünki bu, bir müddət sonra gəlib yaddaşın unudulmasına çıxara bilər. Biz 20 yanvarı unuda bilərik. Biz Xocalını unuda bilərik. Biz, nə bilim, Kəlbəcərdəki tunel hadisəsini unuda bilərik. Biz Sumqayıt hadisələrini unuda bilərik. Yəni, bu təxribatlar, bu qətliamlar, bu soyqırımlar hamısı bizim başımıza açılan oyunların təməlidir çünki.